Salam. 20 sınav imtahanının 9-cu sinif sınav imtahanının 12-ci sırasına baxırıq. Əvvəlcə listində qulaq asaq. Unit 13. Listen to the passage and answer the questions from 1 to 4. Going to the beach, swimming in the ocean, and surfing, or just watching the waves are a part of many vacations. For the increasing number of people who move to coastal areas, such activities have become a part of an everyday life. However, if this population trend continues, it can cause trouble for plants and animals living in these areas. More people mean more waste and more fertilizer leaking in the groundwater. Development could push hundreds of species of plants and animals out of their habitat. Researchers say that all this development and its ecological impact will make immense challenges for coastal communities. As more people move to the coast, the dream of living on the beach will demand more building, more energy, and more fresh water. Beaches can be properly protected, and people must learn to enjoy them without harming. Suallara baxaq. Əgər ikinci dəfəyə ehtiyac olarsa, özünüz videonu dayandırıb bir də qulaq asarsınız. Choose a correct answer to the question according to the passage. Mətnə uyğun olaraq düzgün cavabı seçirik. What activities become part of everyday life for those who move to coastal areas? Deməli, going to the beach, bəli, bir düzdür. Growing plants, bitkiləri yetişdirmək niyə bizim fəaliyyətimiz olsun ki? Deyir, hansı fəaliyyətlər everyday life, gündəlik həyata, sahil yanı əraziyə keçməyə kömək edə bilər. Watching the waves, bəli, sahil yanında nə edirik? Dallara baxa bilərik, surfing edə bilərik, bəli, researching yox, 1, 3, 4. Eybəndi. İkinci suala baxırıq. Beaches can, çimərliklər nə edə bilər? Demand more investment, demand sözünə diqqət yetirin, demand tələb etməkdir. Yox. Be properly protected, bəli, diqqətlə qorunmalıdır. Mean more waste, daha çox waste israf olunmalıdır. Be enjoyed without harming, bəli, ziyan vurmadan ondan həzz almaq olar, zövq almaq ola bilər. Bəli. What's the passage mainly about? Mətin nə haqqındadır? Animals and plants living in coastal areas. Sahilyan ərazidə yerləşən bitki və heyvanlar yox. Challenges caused by humans on the coast, bəli. İnsanlar tərəfindən yaradılan sahillərdə olan dəyişikliklər, challenge'lar. The role of beach activities in people's life. İnsanların həyatında çimərliyin rolu yox. The increasing number of people, artan insan sayı. The effects of plants and animals on people's life. Yox. Dördüncü suala baxırıq. Decide whether statements are true or false. Development could damage the plants and animals. İnkişaf bitki və heyvanlara ziyan vura bilər. Bəli. The dream of living on the beach is almost nonsense. Çimərlikdə yaşamaq arzusu demək olar ki, cəfəngiyatdır, səhvdir. Swimming and surfing and watching waves are part of vacations. Bəli, tətillərin bir hissəsidir. Üzmək, surfing etmək, dalğaları izləmək. According to researchers, ecological impact can't make any coastal difficulties. Researchers, alimlərin axtarış edilənlərə görə ekoloji təsiri, sahilyanın çətinliklərin heç bir ekoloji təsiri yoxdur. Bu da səhvdir. False. Mətnlərlə davam edək. Dear Laura, əziz Laura, I won a prize by a local travel agency. Mən yerli səyahət agentliyindən bir hədiyyə qazandım. It is a week's cruise in the Mediterranean for two. Bu, Aralıq dənizində həftəlik kruzdur. I'd really be glad if you could come with me. Əgər siz mənimlə gəlsəz, mən həqiqətən də xoşbəxt olaram. We'll have a great time. We can go anytime in June. Let me know your plans as soon as possible.
Bizim çox yaxşı vaxtımız olacaq. Biz iyun ayında gedə bilərik. Let me know your plans as soon as possible. Planların haqqında mənə mümkün qədər tez məlumat ver. Lots of love, sevgilərlə Diana. Diana wants to share her prize with Laura. Diana öz hədiyyəsini Laura ilə bölmək istəyirdi. Bəli, cavabımız eyvəndir. Laura informs Diana about her plans. Laura Diana'nı planları haqqında məlumatlandırdı. Yox. Laura was praised by a local travel agency. Laura yerli səyahət agentliyi tərəfindən mükafatlandırıldı. Yox. Diana is going to visit Laura in June. Diana Laura'nı iyunda baş çəkəcək Laura'ya. Yox. Laura is glad to have a week's cruise alone. Yalnız həftəlik kruzda zövq alacaq. Kruz gəmi ilə səyahətdir. Bunu yadınızda saxlayın. Altın suala baxırıq. Are you worried about the environment? Ətraf mühit haqqında narahatsan. Would you like to join an organization to help conserve nature's treasures? Təbiətin xəzinəsini qorumaq üçün bu təşkilata qoşulmaq istərdin. The Clean Rings Center group believes strongly that our local wildlife habitats need to be protected from pollution. Clean Rings Center qrupu inanır ki, yerli, yabanı həyat çirklənmədən qorunacaq. By acting together we can make a difference. Birlikdə biz fərq yarada bilərik. Contact us today. Bugün bizimlə əlaqə saxlayın. The environment needs people's care. Bəli, ətraf mühit insanların qayğısına ehtiyacı var. Clean Ring Set Group doesn't work anymore. Artıq bu Ring Set qrupu işləmir, yox. The group does harm on local animals. Yerli heyvanlara ziyan vurur, yox. People can join different organizations to help nature. İnsanlar müxtəlif təşkilatlarda təbiəti qorumaq üçün qoşula bilər. Nature's treasures don't need to be conserved. Təbiətin xəzinəsinin qorunmağa ehtiyacı yoxdur. Yox. Dear Mr. Adams, Əziz Mr. Adam, I'm writing to apply for the exchange student program. Mən tələbə mübadilə proqramı üçün müraciət edirəm. Apply for, yadınızda saxlayın, müraciət etmək deməkdir. I would like to participate in, baxın, participate in ilə işlənir. Bunlar imtihana düşən şeylərdir. This program because I want to go to a foreign country and get much experience there. Mən proqramda iştirak etmək istərdim və xarici ölkəyə gedib daha çox təcrübə qazanmaq istərdim. I look forward to hearing from you. Mən sizi eşitməkli səbirsizliklə gözləyirəm. Baxın, look forward to və ing diqqət yetirin. Burada gerund gəlir. Look forwarddan sonra bir mətnin içində 3 dənə lazımlı bir məlumat. Choose a false variant. Səhv istəyir bizdən. Maria wants to take an advantage of the exchange program. Bəli, mübadilə proqramının üstünlüklərini demək istəyir Maria. Maria is eager to get some experience in a foreign country. Xarici ölkədə təcrübə qazanmaq arzusundadır. Bəli, səhv axtarırıq. A letter was applied to Mr. Adams connected with an educational program. Mr. Adama təhsil proqramı ilə əlaqə üçün məktub ünvanlandı. Maria asks Mr. Adams to let her take part in the exchange program. Maria Mr. Adama mübadilə proqramına iştirak etmək üçün icazə verirdi. Mr. Adams looks forward to hearing from Maria impatiently. Səhvimiz budur. Mr. Adam onu səbirsizliklə gözləmirdi. Maria looks forward to hearing from Maria impatiently. Okay. Mətnə baxaq. Two captive prisoner elephants have been caught imitating noises of truck and another elephant species. İki həbsdə olan fil, yəni bu məcazi mənada işlənir. Trafik nəqliyyatı imitasiya edir, nəqliyyatda olan səs-küyü və başqa fil növlərini. This is the first time that imitation by argument has been observed in land mammals other than monkeys and other primates, a member of a mammal group and bats. İlk dəfədir ki, yerli məməlilərin, meymundan fərqli olan yerli məməlilərin və başqa piratların, bət yarasaların imitasiyası müşahidə olunur. Imitation may be an important part in the complex social lives of African elephants, the scientists say.
Alimlər deyir ki, imitasiya Afrika fillərinin sosial həyatlarının ən vacib hissəsidir. When social animals, including some apes, marine mammals, bats and birds, learn from other of their kind and they use their voice to communicate. Başqa sosial heyvanlar, xüsusilə meymunlar, marin dəniz məməliləri, yarasalar, quşlar öz növləri ilə ünsiyyət qururlar səslər vasitəsilə. Scientists suspect that ancient elephants can also imitate sounds and behavior. Alimlər şübhələnir ki, Asiya filləri də imitasiya edə bilər davranışları ilə. Many years ago, researchers reported that a baby Asian elephant was an older one, hold its trunk at a certain direction and whistled. Bir neçə il bundan əvvəl alimlər belə məruz edirlər ki, Asiyanın bala fili böyük fil, özündən daha böyük fil tərəfə xortumunu qaldırır və fit salır. Eventually, the baby learned how to do the same thing. Və o eyni şeyi necə etməyi öyrənir. Now researchers want to figure out how wild elephants use vocal imitation. İndi isə alimlər istəyir ki, vəhşi fillərin vokal imitasiyasını, yəni səs imitasiyasına necə istifadə etdiyini üzə çıxarsınlar. Figure out sözünə diqqət edin. There is an evidence that many other species of animals imitate the behavior of others under appropriate conditions. Və başqa bir sübut var ki, heyvanların növləri uyğun şəraitdə başqa davranışları imitasiya edə bilər. This result suggests that imitation is a cognitive behavior and is widely spread among many animal species. Və bu sübut edir ki, bu düşünülmüş, yəni kognitiv bir hərəkətdir bu imitasiya və daha çox heyvanlar arasında yayılıb. Suallarımıza baxaq. 8-ci sual. Choose a correct statement according to the passage. Mətnə uyğun olan düzgün cavabı seçin. Elephants have the ability to imitate everything around them. Onların imitasiya etmək qabiliyyəti var. Bəli, imitation was first observed as an evidence in mammals. İmitasiya ilk dəfə nedir? Evidence məməlilərin sübutu idi. Bəli, imitasiya etmək müşahidə olmuşdur. According to scientists, not all mammals have such abilities. Bütün məməli heyvanların belə bir qabiliyyəti yoxdur. Yox. Elephants are skillful enough to imitate everything except traffic. Fillər hər şey imitasiya edir, ancaq nəqliyyatdan başqa. Yox, cavabımız A bəndi. 9-a baxırıq. What's the passage mainly about? Mətn haqqında idi. An extraordinary ability of land animals. Bəli, yerli heyvanların qeyri-adi qabiliyyətləri. Different kinds of land animals. Xeyr, the scientists who research the animals. Araşdırma aparan heyvanlar. The difference between African and Asian elephants. Afrika və Asiya filləri haqqında fərqliliklər. Primates are the members of a mammal group. Məməli heyvanların qrup nümayəndəsi olan primatlar. 10-cu suala baxırıq. How can social animals communicate? Sosial heyvanlar necə əlaqə qururlar? Using their voices, öz səslərini istifadə edərək. Bəli, watching other animals, xeyr, başqalarını izləməklə yox. By learning from others, bəli, başqalarından öyrənərək. 1-3. According to the results of the research, imitating, araşdırmaların nəticəsi olaraq imitasiya nədir? İmitasiya. Deməli, it is a logical manner, bəli, məntiqi hərəkətdir. Isn't appropriate for bats, xeyr, bətlər üçün də uyğun idi. Has been observed recently, indi yox, əvvəllər də müşahidə olunub. Is increasing among most types of animals, bəli, bir çox heyvanlarda müşahidə olunub. Which statements are false according to the passage? Səhv axtarırıq. Local imitation used by wild... Scientists think that Asian elephants can imitate sounds. Bu düzdür. It has been proven to other animals have the ability to imitate too. Bəli, local imitation used by wild elephants doesn't interest the science. Xeyr, onları maraqlandırırdı.
According to research reporters, a baby elephant can learn nothing from an elder one. Bəli, 3-4 səhvdir. Onun üçün suala baxırıq. Choose a correct variant. Səhv olan variantı seçin. Why did you sold yox? Sell olardı birincidə. Why did your house you sold? Sold niyə gəl baxıra çıxıb olmaz. Why did you sell your house? Bəli, why did sold yanaşı olmaz. İdə isə why-dan sonra köməkçi feil yoxdur. 14-cü suala baxırıq. There a number of reasons. Baxın, reasons var, cəmlik var. Ona görə də were veririk. Laf bilməsəz, orada ismi tapmasaz, nə biləcəyinizi bilməsəz, yerdə bir şey yadınızı saxlayın. A number of-dan were olur. Bu bir başqa məsələ. Bir də variantlara baxın. İmtahan heyecandan təbii halda ki, unuda bilərsiniz. Baxın, is təkdə, was təkdə, has been təkdə, will bilmirik, təkdir, cəmdir. Will'dən sonra isə feili yoxdur. A number of reasons verir. Will be olsaydı hardasa düz olardı. Feili yoxdur deyə will də səhvdir. Cavabımız will olacaq. 15-ci suala baxırıq. What was a life like before the invention of the computer? Bəli, həyat kompüterin kəşfindən əvvəl necə idi? 16-ya baxırıq. The foundation states that its mission, burada its verəcək. Baxın, mission isimdir. Özündən sonra isim tələb edənləri verməliyik. Burada hamısı verə bilərik, ancaq burada əvvəldə mübtədəyə baxırıq. Foundation sözdür, canlı deyil, cansızdır və təkdədir. Ona görə there getdi, his getdi. It is yox da, çünki özündən sonra isim gəlməlidir. C və D variant arasından qalırıq. İkinci tərəfə baxırıq. To find a home for every parentless child or both parentless child. Every verməliyik, çünki biz bilmirik ki, neçə nəfərdir orada. 2 nəfərdən söhbət gedərsə, boş verə bilərdik. 17-yə baxın. Your mother is... Ever var. Ever bizə deyir ki, cümləni hansı adjektivdə verək, sifətdə əlbəttə ki, sünük dərəcəsindən. Ona görə bircə variantda sünük dərəcəsi var. Deyibən, the most patient as patient as. 18-ə baxırıq. I felt very sorry for the incident when I realized my mistake. Realize başa düşmək, understand da başa düşmək, understood onun keçmişidir, başa düşdü. 19-a baxırıq. Look at the starry sky. Ulduzlu səmaya bax. The stars are two stardan söhbət gedir ulduzlardan və ona görə də sayılan isimlərləşən olmalıdır. Much getdi. A few niyə verək? Too a few olmaz. Too little olmaz çünki star deyirik. A lot of yoxdur. Of'u yoxdur. Ona görə cavabımız B bəndi. 20-yə baxırıq. My last essay was based on, yadınızda saxlayın bunu, həmişə deyirəm uşaqlara, based on əsasında deməkdir. Mənim son essayim həyatımızdakı meşələrin roluna danışır. 21-ə baxırıq. The university provide more sports faculties. University təkcədir, baxın. Təkcədirsə have to yox, has to olardı. Ought-un to'su yoxdur. Will'in B'si yoxdur. Will be able. Need'dən sonra to olmaz. Cavabımız I bəndi. Bu qədər sadə. 22-yə baxırıq. Choose the correct passive voice version of the sentence. Məchul növ istəyir. His company has given Mr. Johnson. Yadınıza bir şey saxlayın. Çox vaxt, yəni çox vaxt belə olur. Xəbərdən sonra gələn tamamlıqdır. Mr. Johnson götürdük. Cümləyə zamanına baxırıq. Hansı zamandadır? Has given. İndiki biçmiş zamanda. İndiki biçmişi məchul necəzər? Has been given. Mr. Johnson has been given a silver watch. Mr. Johnson'a gümüş saat hədiyyə olunmuşdu. Ey bəndə. 23-ə baxırıq. Took me to repair my bicycle. It's right. Deməli, my bicycle-la başlayırıq. Başlayaq my bicycle-la. Yoxsa it-lə başlayaq. It took me 3 days to repair my bicycle. Bəli. Mənim velosipedimi düzəltmək mənim 3 günümü aldı.
24-ə baxırıq. Master was their definition. Accept qəbul etmək, hold saxlamaq, attend isə baş çəkmək deməkdir. Accept, to say yes, turn over, bəli, qəbul etmək, bir be, hold, to have a meeting, competition, bəli, həm saxlamaq, həm də keçirmək mənasında iclas keçirmək, yarış keçirmək, attend, to be present at an event, bəli, iştirak etməkdir. BCA, harada var bu C-dir? BCA, C bəndində. 25-ə baxırıq. Sophia never. The car for short distance, she prefers walking. O heç vaxt uzaq məsafəyə maşın götürmür, piyada getməyə üstün tutur. 2 və drives, maşın sürmək. 2-4. Bu qədər suallarınız olarsa şərhlərdə görüşərik. Kanalımıza abunə olub like etməyi unutmayın. Hələlik.